may ayının 11-də saat 4:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının Poradi Sərhəd dəstəsinin xidməti ərazisində Xudafərin körpüsü istiqamətində naməlum şəxslərin şübhəli hərəkəti müşahidə edilib. Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib. İran İslam Respublikası ərazisindən Xudafərin körpüsünə daxil olan 4 nəfər sürünərək körpünün Azərbaycan Respublikası ərazisindəki hissəsinə keçərək körpünün sütun hissəsində qazıntı işləri aparmağa başlayıblar. Dövlət sərhədinin mühafizəsi tapşırığını yerinə yetirən sərhəd nariyadı dərhal hadisə yerinə cəlb edilib. Eyni vaxtda müqabil tərəfin sərhəd nümayəndəliyinə təcili olaraq hadisə haqqında məlumat verilib. Sərhəd nariyadının həmin istiqamətə yaxınlaşmasını görən sərhəd pozucularından biri özünü Araz çayına atıb. Geriyə qaçan başqa 3 nəfər isə İran İslam Respublikası ərazisində saxlanılıb. Sərhəd nümayəndələrinin iştirakı ilə hadisə yerinə baxış keçirilib. Körpünün qazıntı işləri aparılan hissəsində istifadə olunan qazma vasitələri aşkar olunaraq götürülüb. Müqabil tərəfdən verilən məlumata əsasən saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları olduğu bildirilib. Hər iki tərəfin iştirakı ilə Araz çayına düşən şəxsin axtarışları aparılır. Fakt üzrə əməliyyat istintaq tədbirləri davam etdirilir.